Afganistan'dır uşaqlar, amma sizi Afganistan'da Avropa sayağı bir yerə aparacağım. Arxamda da gördüyünüz kimi bir tank var. Ətrafı isə belədir. Əsasən insanlar bazar üçün, yəni alver üçün buralara gəlirlər. Gedək indi Avropa sayağı yerləri göstərim sizə. Hələn ki, Afganistan'da bizə Avropa sayağı nə göstərəcəksən desəniz, burada French Cafe var uşaqlar. Hansı ki, çox maraqlı bir yerdir və dünya kafeleриndən burada tapa bilirsiniz. Bu cürünə bir məkandır, gördüyünüz kimi. İndi Zakir abi ilə ikinci mərtəbəyə çıxacağıq. Zakir abi burada yaşayan türkmənlərdəndir, amma Afganistan vətəndaşıdır. Gənclər, bu isə ikinci mərtəbəsidir. Herat şəhərində yerləşir bu kafe. Kafelərimiz gəlibdir, hansı ki, dünya kafelərindən də heç fərqlənmir. Qiyməti isə 2 manat 50 qəpik 3 manat arasında dəyişir. Bəs Afganistanın gecələri necə olur? Baxın, bu cürünə işıqlı olur. Orada bir restoran var. Düzdür, Səkidə belə maşınlar da olur, amma yavaş-yavaş düzəlirlər, problem yoxdur. Belə bir küçədəyik uşaqlar. Belə bir park da var, istədim bu parkı da göstərəm sizə. Hansı ki, bir çoxunuz Afganistanı məncə belə təsvir eləmirdiniz. Modern Afganistandayam, məncə də modern Afganistandır. Küçəyə baxın, görün nə qəşəngdir. Bura insanlar ailəsi ilə gəlir, xanımlar gəlir, oturur, bəylər gəlir, oturur. Bu cürünə restoranlar var, kokteyllər içə bilərsiniz, meyvə suları içə bilərsiniz. Gördüyümüz Afganistanın tam tərsidir, bilirəm. İndi isə belə bir restorana gətirmişəm sizi. Həm oteldə, həm də restoranı gəlib burada asudə vaxtınızı keçirdə bilərsiniz. Bəli, bura Afganistandır uşaqlar. Gördüyünüz kimi belə bir həyəti də var. İstədim buranı yuxarıdan da göstərəm sizə. Mənzərəsi çox qəşəngdir.